Yoban əsasda 24 maddə bir 5-6 dənə 10 dənəsini də gələndə qoşarsan. Bu qədər maddə olur. Elə bil maddələrin sayı biraz az oldu. 24 maddə. Ha? Yoksa 24. il idi. 24. il idi mi? 24 maddeyle itham edirsiniz məni. Ha? Yoksa Heydər Əliyevin ölümünün, İlham Əliyevin ayaqlanmasını, Heydər Əliyev neçənci ildə öldü? 2003'də. İlham Əliyevin o ilk dəfə Azərbaycana vəzifəyə 24 ildir gəldi də. Sonra bunu böyüməmişi böyütdülər. Bu 24 nəyin əlamətidir? 24 bitti, arkada qaldı. 24 maddə ilə cinayət işi qaldırılmasında da bir nəsə var ha, nəsə. Bana görə dalı nətəridir. Azərbaycan Respublikası ərazi. Bəlkə Mehriban Əliyeva 24 dənə kişi dəyişib, ya Leyla Arzu 24 dənə kişi dəyişib, ya Kamran Əliyevin arvadına 24 adam qoyub indiyə kimi. Bilmirəm da, dalına baxar. İçində 2015-17-ci illər ərzində ayrı-ayrı şəxsləri. Baxana 2015-17-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif dövlət qurumlarında işə düzəldəcəyi, onlara pensiya və sosial müavinət verilməsini təmin edəcəyi ilə aldadıb edib. Yoban əsasda. Mən pensiya verənəmə. Bu nə deyir? Yenə desəydi maxi düzəltmək, bu biraz ağla batan idi. Qabil hərbiçi olubdu. Mən prezident idim. 15-ci, 17-ci illərdə Qabil Türkoğlu pensiya düzəltmək işi nədir o? Sosial Müdafiə Fondunun rəisi idi. Qabil prezident idi. Qabil icra başçısı idi. Buna gör nə deyirlər ha? Barlarından sui-istifadə etməklə 10 nəfər şəxsə məxsus. Ümumilikdə 29.597 manat məbləğində naft puldan ibarət özgə əmlakını ələ keçirib, zərər çəkmiş şəxslərə xeyli miqdarda. Bax belə, daşşağımın əlindən gəlir. Üzr istəyirəm tamaşaçılardan. Bugün sərt efir olacaq. İlham Əliyev, bu daşşağımın əlindən gəlir. Bildin mi? 10 nəfər azdır hələ. Orada sayını artıq 30, 40, 50, 100 eləyir. Yaxşı eləmişəm. Sən bütün Azərbaycana atıbsan Azərbaycana. Mən də tutaq ki 10 nəfərə atmışamsa, o puldan da Almanyaya yol pul elib gəlib, indi buradan götümü dağıdıramsa onların pulundan. Nəyi pislik ki? İlham Əliyev. Bu yobana kaç qaldaq. Bu məhkəməni mən udmamışam. Sizin başınızı gücü yiyib. Gücü yiyib İlham Əliyev sən başını. Birazdan indi başqa şey yiyəcəksən sən başı gözlə. Hələ qoy baxaq gör nə deyir bu. 10 nəfərə qabil atıbmış. 29.000 atıbmış. Güya ki. Ziyan vurmaqla təkrarən tələduzluq etməsinə. Bundan başqa 30.06.2019 Çaqqaloğlu Çaqqal. 29.000 tələduzluq eləmişəm. Almaniyada məni axtarırsınız. İlham Əliyev. 2 milyon yarım saat itirən Rövnəkin oğlunu niyə axtarmırsınız? Rövnəkin oğlunu. Elşad Məmmədovun 2 dənə evini, yarım milyonluq evlərini əlindən almışsınız. Niyə onun pulunu qaytarma haqqında düşünmürsünüz? Ona tələduzluq eləyənləri tutmursunuz. Nərmin cinayətindən belə. Ölkə, tərtər hadisələri. Bütün Azərbaycanda 14.000 körpə uşaq oğurlanıbdır. Yoxdur. Niyə bunları tapırsınız? Deyir ki, Qabil 29.000 cinayət eləyib. İlham Əliyev, sənin arvadının ağzına verim mən. Sənin qızlarının ağzına verim mən. Kamran Əliyevin sülaləsinə Qabil sevənlər əmizdirsin. Qudurmusunuz siz? 150-200 milyonu, nədir o? Mehriban Əliyevanın tulası, Camanşir. O yararsız dərmanları gətirib Azərbaycana satan. O deputat 100 milyonlarla pulunu müsadirə eləyib Azərbaycanın. 100 milyonlarla insana atıb gedibdir. Hələ İngiltərədə müsadirə eləyib. Onu niyə tutmursunuz? Uğraşlar.
Zamira, Beynəlxalq Bankın nədir o? Beynəlxalq Bankın müdürünün arvadı. Zamira. Gürcüstandan zəng eləyən dostlarımız, birazdan zəng eləyərsiniz. Xahiş edirəm zəng eləməyin. Zamira. Zamira Hacıyeva. Milyardlar atıb gəlibdir. Gözünüz görmür onu. İlham Əliyevin ətrafında olan məmurlar, Sokarın başında duranlar, Fransada mallar, mülklər alanlar, ən balaca uşağınız, ən balaca yetimçənizin adına villalar, adalar var. Onunla niyə maraqlanmırsınız? Milyonlarla pulu yiyən, milyardları oğurlayanlar hamısı çöldə gəzir. Qabilə saxta qondarma ittiham qoyub ortalığa 29.000 manat. Gözünüzə girir İlham Əliyev. Mən 29.000 manat atmışamsa İlham Əliyev, sən o balaca Petov oğlunun arvadı Emin Ağalarovdan hamilə qalan o Petov oğlun var ha. Onun 9 yaşında 9 dənə ada almışdın, ada. Virginia'da. Varmaqdan əmələ gələn, yoxsa mənim əsəblərimi test eləyirsiniz siz. Sənin qızların dallağına bir gündə 29.000 xəşləyə bilər. Sənin arvadın 70.000'lik sumka götürə bilər. Biz xəşləyənmərik, ha? O uğraş, xalqa nə qədər atımısan sən, İlham Əliyev? Azərbaycan Norveçdən çox neft qaz, Azərbaycan Norveçdən çox neft qaz satır. Necə ola bilər ki, Norveçin neft fondunda 1 trilyon 700 milyard dollar var? Azərbaycanın neft fondunda Mehriban Əliyevanın kilitrası var. İlhamın qozdaqları var. Necə olur elə bu? Bizim neft fondu hanı? Nətəri İlham Əliyev indi orduya pul verə bilmir. Ordunun pulunu kəsirlər. Mən bundan bugün danışmalıydım. Sabah yabırsı ilə saxladım onu. İlham Əliyev orduya pul verə bilmir. Dalına bana çox uzatmayaq. Zaten uzanacaq. Görün ha, fikir verin ha. Öz gözlərində tiri görmür. Öz gözlərində tiri görmür. Qabilin daşşağında qıl axtarırlar. Arvadlarının ağzına qoymağa, arvadlarının gözünün üstünə qoymağa. Bu elə bir şey deyil ha. İndi haradasa xalqı qırdıracaqlar. Baxın, bugün birinci Qabilin məhkəməsini, Qabilə bu ittihamı atmaqdan, baxın ha, neynədilər? 10 dəqiqədən bir kanallar nə paylaşır? Görmürsünüz siz onu. Görmürsünüz siz onu. Naxçıvan ateşə tutuldu. Laçın ateşə tutuldu. Ermənilər raketləri sərhəddə yığdı. Erməni savaşa hazırlaşdı. O nələdi, bu nələdi? Görmürsünüz siz savaşa soğuk qırdıracaqlar. Bizi ilə də gündəmi zəbt eləyirlər. Görmürsünüz siz bunu. İndi hələ görün nələr deyəcəyəm sizə. Hələ görün nələr deyəcəyəm. Biraz səbr eləyin hələ. Bircə qırıq səbr eləyin. Qoyun bunu qutaraq hələ. 9 ve 21-10-2019 yıl tarihlərdə internet informasiya resurslarında Azərbaycan Respublikası ərazisində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə terrorçuluq və cinayət əməllərinin törədilməsə yönələn açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları açıq olan internet resurslarında yaymaqla terrorçuluq hərəkətlərini çıxışlarında ifadə etməsinə. Həmçinin 2019-cu ilin əvvəllərindən daşşağımın əlindən gəlib İlham Əliyev. Bildin mi? Qozdumun belə əlindən gəlib. Yaxşı eləmişəm. Bildin mi? Mənim silahım var ya uğraş. Mənim topum, tankım var ya. Mənim bir dənə göydə Allahım yerdə məni sevən məzlum xalq, bir də mənim quruca xalqı ruhlandırası ifadələrim var. Bəli, xalqın qabağına keçən polis baltalanmalıdır. Bəli, xalqın qabağına keçən, xalqa zor tətbiq edən polis güllələnməlidir, baltalanmalıdır, yavalanmalıdır, xalqın ayağının altında əzilməlidir. İnqilab necə olur?
ən ağır şəkildə inqilab olacaq Azərbaycanda.